Quran-Kərimin təhrif olmasına dəlillər var. Bir ayələrimizdir. Ayələr. Ayələr də neçə hissəyə bölünür? Məsələn, təhrif olmasın bilən ayələrimiz Hicr 9, Fussilet 41-42. İkinci dəstə ayələrimiz Nəzir, yəni qorxutma ayələridir. Nisa 82. Bir dəstə ayələrimiz təhəddi ayələridir. Təhəddi yəni ki, meydan oxumaqlıq. Gətirin bir dənə surə, bir dənə ayə, bir dənə kəlmə Quranla budur. Və digər bizim mənbəmiz Quran-Kərimin təhrif olması barəsində hədislərdir. Hədislər neçə növdür? Hansı hədislər? Var hədisi ərəz. Ərz. Nədir ərz hədisi? Ərəz zadlandır. Yəni təqdim. Hər hansı oxumuşuq kitabda. Bizə var kitab. İzə iltəbəs əleykum fitən kəqət illəyl muzləm fəaleykum bil Quran. Əgər fitnələr sizə üz gətirsə, qaranlıq gecənin zülməti kimi ili müraciət Qurana. Hər hansı bir şey eşitdiniz, onu tutaşdırın, təqdim edin Quran ayəsi ilə. Uyğun gəlməsə, qəbul eləmə. Uyğun gəlsə, qəbul elə. Varilərinə uyğunluq hədisində ərəz. İkinci Səqələyn hədisidir. Səqələyn Peyğəmbərin bizə tapşırdığı əmanət. Saxta bir şey. Bizə Quran-Kərimin Allah Peyğəmbər tapşırar. Üçüncü, Quranın özünün hədislərə olan sifətləridir. Quran belədir, elədir, filan. Üçüncü nə oldu? Hədislərə olan Quranın vəsifləri. Dördüncü, Quran-Kərimimizin əbədi olması barəsində olan hədislərdir. Yaxşı. Deməli, bunları biz yığaq bir yerə. Burada oldu əslində 2 dənə. Bir, Quran ayələri, o bölündü. Ayələrin özləri təhrif olmasını bildirir. Ayə, qorxutma ayələri və təhəddi ayələri. Bir. İkinci hədislər. Biz hədisə böldük 4 hissəyə. Ərəz, Səqələyn, Quranın vəsifləri, Quranın cavidan olması, həmişəli olması. Ümumiyyətlə 2 dəstə deməli ayələr və hədislər. Digər hədis var bizim mənbəyimiz, deyir var. Nədir? Deyir ağlın hökmü. Ağlın hökmü. Ağıl nəyicə edir? İnsafla da. Bəzi hallarda insan çıxmalıdır cinsiyyətindən. Mən demişəm sizə həmişə. Elə şey var ki, orada çıxmalısan. Sən qadınsan, incəsən, elə yoxdur. Xanım Zeynəb, xanım Fatimə, nə qədər orada davranırlar kişi kimi. İnsan çıxır bəzən müəyyən bir cinsiyyətindən nəyəsə görə. Kişinin gücü, qolu, pəhləvanlığı çoxdur. Amma elə yer var ki, orada Abrahəsan görə susur. O kino var, Muxtarın kinosunda Müslümin qiyamı var idi. Baxmısınız da, Übeydullahın, o kino bilirsiniz, baxın. Baxmısınız, bir yersə baxın. Görmün, ha? Baxın, diqqətlə və qeydləyin. Nə deməkdir burada? Orada gəlirlər Übeydullahın sarayın qabağına. Orada deməli, az qalırlar ki, sarayı çevirsinlər, qəlbə çağırsınlar. Müslüm İbn Əqil, İmam Səlməsi oğlu. Aha, nə ellər? Bir. Şaya çıxarırlar. Şam ordusu gəlir, Yezid gəlir, hamı qıracaq burada. Qorxurlar, ay, tez. Dədə var, dağılın, gəlirlər Yezidin qoşunu və. Əsas, deyək, taktikalardan biri qadınların iştirakı. Bıraxla qadınları ortalığa, gün ərizi, oğluvuzu, nəlim, çağırın oradan ki, yazıqdırlar, bədbəxtliklə, əki, sən gəl, sənə qalıb vuruşmaq, sən öldün bu din yol, bəs mən kimdə olacaq 4 də yetim meyvidir. Bildir, mən ərimsən, qardaşımızı, belə, axır cəmat dağılır. Müslüm gedir namazı qılar, meçidə. Baxmısınız da, gedirlər meçidə, namazı qılar, baxır ki, Müslüm, axır heç kim yoxdur. Şayə ilə qadınlar ev yıxdırlar. Orada qadınların yeri deyildi. Baxma ki, qadındır, cinsiyyət, zərif, incə, amma onda onun yeri deyildi. İnsan bəzi halda onun adı olmayan şey baş qoşunda xeyrindən çox ziyanı olur. Burası çağıran olar xanım. Onlar belə də qorxutmuşlar deyə, qızışdırmışlar və üçüncü, bəli, yadımdan çıxdı, müjdə. Qılıncı ver, qızıl al. Baxmısınız kinoya. Qılıncı ver, qızıl al, qılıncı ver, qızıl al. Deyirlər ki, Müslümin qoşunundan vaz keçsə, qılıncı yerə təhvil versə bizə, ona biz qızıl verəcəyik. Sonra qızıl verərlər. Heç vaxt düşmənin vədəsinə inanmayın, əzizlər. Düşmənlə var ki, vədə verir, həmişə cəmatın ziyanlı olub. İndi də var. Dünyanın harasında olursa olsun, nə qədər vədlər verirlər. Hamısı yalandır. Və buna kim alınır? Avam müsəlmanlar. Hər şey inanır, sadılır, bədbəxt olur.
O görə insan diqqətli olsun məsələlərdə. Bəli, nəyə xorda biz? Ağılla, ağıl, insaf. Ağılla hökm versin ki, Quran dəyişməliyinə sən nə qazanırsan? O ateistlər var, Allah yoxdur, filan yoxdur. Niyə narahatsan ki sən? Şey yoxdur ya. Sən niyə özü öldürürsən bu qədər? Var simurq quşu. Simurq quşu var. Yox. Ondan eləmirsən, davası eləmirsən. Ki, yoxdur, filan sübutlara satsan. Yoxdur da. Var su pərisi. Var tək gözü divlər. Var. Var digər, nə bilim, Quleybanın deyirlər, Qaradamın deyirlər. Bunlar var. Yoxdur. Niyə onun bəhsini eləmirsən? Ancaq Allahın bəhsini deyirsən. Sən ateist olaraq niyə ancaq hücum çəksən müsəlmanlara? Axı Məsihinin də Allahı var. Yahudinin də Allahı var. Mən sən marağın ateisti deyil. Ziddi İslamdır. Vəssalam. Belə şeylərə can diqqətli olun. Görün onun mövqeyini haran vurur? Hara vurur? Haran dava eləyir? Allahsızlıq olsa, geçsin Məsihinin İncilin lağa qoysun, Yahudinin Tövratı lağa qoysun, burada filan ailələrimiz vaziddir. O nə eləmir? Məncə aşağı deyil ki. Ağıl. Sonra burada digər məsələn sübutları var Quran ayəsi barəsində. Deməsən Quran-ı Kərimimizin təvatür olması, Quran-ı Kərimimizin möcüzə olması bunlar. Deməli, Quran-ı Kərim təhrif olunmayıb. Sübutlarımız var, bəli.